İndiyə kimi təbliğat kampaniyasında gördüyümüz işlər haqqında dedim ki, öz qonşularıma, məhkum insanlarıma məlumat verim ki, biz ayın 9-undan bu günə kimi 35 məhəllədə insanlarla səmimi söhbətlər etdik. Və mənim köməkçilərim Yeni Azərbaycan Partiyasının adından bütün bina sakinləri ilə qapı-qapı təbliğat qurdu. Və indiyə qədər 20.000 müraciət və 20.000 təqvim paylandı. Bunlarla yanaşı gördüyümüz bütün işlərlə bağlı sosial şəbəkəyə həm video çarx, həm də şəkillər qoyulur. Və hər birinizə məlumdur ki, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu öndərimiz Heydər Əliyev. Ulu öndərimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasını qurur, həm də Azərbaycanı parçalamaqdan tutar. Bununla yanaşı Yeni Azərbaycan əsərində ortaya qoyur. Yeni Azərbaycan əsəri Azərbaycan xalqının ən böyük xəzinəsidir. O xəzinə ki, bizim dinçliyimizdir, sabitliyimizdir, təhlükəsizliyimizdir. Və bugün bu dəyərləri layiqincə Yeni Azərbaycan Partiyasının sədri və Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev layiqli bir şəkildə həyata keçirir. Əlbəttə ki, Azərbaycanın bugün və gələcəkdə dinc, sabit və təhlükəsiz yaşaması üçün Cənab Prezidentimiz İlham Əliyev yeni hədəflərə doğru düşüncəsini, ideyasını ortaya qoyub və bu ideya, bu düşüncə Azərbaycanın bugün və gələcək hədəflərində dinc, təhlükəsiz yaşamasına xidmət edir. Bu şüar, bu düşüncə Azərbaycanın bugün və gələcəkdə inkişafına xidmət edir ki, həm fürsətçilərin qarşısını ala bilək, həm də xəyanətkarların. Əgər bir millətin gələcək hədəfləri olmazsa, o millətin daim fürsət gözləyən saxtakarlar var ki, o ölkəni, o dövləti daxildən parçalasın. Ona görə də bu il Yeni Azərbaycan Partiyasının şüarı yeni hədəflərə doğru ideyasıdır, düşüncəsidir.